Məftil araba, məqsəd nur. Mədətə, Binyaminə, Zaura və Dədə Məzahirin əziz xatirəsinə ithaf olunur. Arana gəlib gedən deyirdi, evinizin taxtapuşu çürüyüb gedir. Axırda gavur qıfılını sındırıb evə girdi. Sonra da yandırıb getdi. Qarşıdakı dağlar təpə kimi görünür. Elə bir müharibə olmayıb, vulkanik hadisə baş verib. Ölçülər kiçilib. Ətrafda hər şey qorxudan balacalaşmış heykələ bənzəyir. Qayalar mamır içində boğulur. Dərədəki iri çay balaca arxa dönüb. Yanıb kül olmuş evlərin qaraqura daşları küskün qonşu kimi nə isə demək istəyir, amma cınqırı çıxmır. Belini düz tut, saitləri yemə. 30 ildən çoxdur ki, həyəcanlanan kimi bu sözü təkrarlayıram. Elə eləyirəm ki, samitlərdə dolaşmayım, saitləri uzatmayım, qısa danışım, belimi dik tutum. Adam qısa danışanda ya ondan qorxur, çəkinirlər, ya da çox dəng eləmirlər. Bizim millət belədir. Maşın satanda da çox təriflədinsə, bir müddət səni dinləyir, ora-bura boylanır, hövsələsiz halda sağa-sola burulur, sonra geri qandırılır, pişik quyruğu ilə oynayırmış kimi arxasında nə isə axtarır. Belə adamlardan maşın alan olmaz. Ona görə də işçilərə deyirəm, müştəri ilə qısa danışın. Torpaq da qorxaq olarmış, elə bil büzüşüb. Qayalar hər gün söz götürən məmur kimi əylə-əylə yarı qat olub, tərs durur. Bəlkə mən böyümüşəm. Allah sənə rəhmət eləsin ay ata. Vaxtında məni bu dağlardan alıb arana apardın. Yoxsa buralarda inəyin, qoyunun dalınca sürünə-sürünə qalıb, axırda gavurun cənginə keçəcəkdim. 1978-ci ildən qoyun sürüsünü, məni, anamı nə təhər götürüb arana getdisə, bir də nə özü geri qayıtdı, nə də bizi qoydu. Aran deyəndə Mingəçevirə gəldi. Şəhər kənarındakı İlanmələr rəməlikdə yataq yeri aldı. Ferma qurdu. Qoyun sürüsünə görə ətrafına o qədər dost-tanış yığdı ki, haracan desən. Öləndə də belə dedi. Qayalardan küsmüşəm, məni kəndə aparmayın, buralardaca bastırın. Şoranlığa qurban olun. Düz 45 ildən sonra kəndimizdəyəm. Evimizin üstündəki qayalıqdan aşağılara baxıram. Çayın kənarına arıçılar gəlib. Son dəfə hansı licimdə görmüşəm, eləcə də qalıblar. Hansı arı yeşikləri ilə kənddən çıxıblarsa, eynisi ilə də geri qayıdıblar. Yeşikləri bircəcə dəfə rəngləməyiblər. Köhnə boyanın qatmağı çıxıb. Deyim nədən? Simiclikdən. İnan, körükləri də həmin körükdür. Qaz 53-ün güzgüləri çürüyüb a kişi, amma maşın hələ də yeriyir. Binyaminə deyirəm. Binyamin kənddə hamını yaxşı tanıyır. Az qala adını çəkməsən də bilir söhbət kimdən gedir. Kəlbəcər işğal olunandan Rusiyadadır, Belqaradda. Digər kiçikdən böyüyə hamıdan xəbərdardır. Belə də ad olar Binyamin, Cuhud adıdır biləsən. Öz-özümə bu sözün yanına bir Netanyahu da qoşuram. Beynimdəki natarazlıq tamamlanır. Bu dəfə kəkələmədim. Üçümüz də 1968-ci ildə Kəlbəcərin Zülfüqarlı kəndində anadan olmuşuq. Bu adı sağ hardan tapıb qoyublar? Binyamindən soruşuram. Babam qoyub. Sakitcə cavab verir. Bə niyə bizə cuhudlar barədə ayrı söz deyirdilər? Nə deyirdilər? Ta demirəm. Güya imamların qanını içirmişlər. Biz də səy-səy inanırdıq, deyə Binyamin başını bulayıb araq dolu badəni qaldırır. Bəs sənin adını niyə dəyişdilər? Sən qınıq deyildin? Binyamin qəfil məndən soruşur. Məclisə sükut çökür. Mədəd boğazını arıtlayır. Mən pərt olmuşam. Bu sualın bir gün qarşıma çıxacağını bilirdim. Bayaqdan ürəyimi deşən o bir məsələ də yadımdan çıxır. Düzünə qalsa əsl adım Mahmuddur. Anam qoyubmuş. Sonradan boyun vaxtında çıxmadığına görəmi, nəmi bilmirəm, hansısa zalım balası məni qınıq deyə çağırıb. Hələ də pasportda Mahmud gedirəm. Necə də gözəl addır.
Dubaya maşın gətirməyə gedəndə ərəb dostlarım bu adla məni elə çağırır. Gəl görəsən. Zərif, rahat, bir sözlə əsl əruz. Atam qoyub. Ah çəkirəm. Badə qaldırıb gözümü yumuram. Bircə kəkələməyim. O vaxt aranda bir molla anama deyib ki, uşağın adını dəyişsəz dili açılacaq. Atam da bir dəfəlik adımı Zaur qoyub. Cümlələri elə düzdüm, sözləri elə böldüm, tam əruz vəzninə uyğun. Di vurun, yaxşı olacaq. Zaur niyə? Binyamin dirəşir. Nəm? Ay Zaur, hələ evlənməmisən? Mədəd araya söz qatmaq üçün soruşur. Yox, deyirəm. Sağa bir təxmini alaq. Ta Belqraddan bura qaçıb gəlmişəm. Binyamin bayaqdan barmaqlarının ucunda tutduğu arağı gillədir. Allah eləməsin, qeyri-ixtiyarı dillənirəm. Niyə eləməsin, ay qa? Binyamin təəccüblə soruşur. Təxminəni, deyirəm. O qədər gülüşürük, ta haracan desən. Yaxşı oturmuşuq. Restoranı bağlatdırdım. Amma fikirdən ayıla bilmirəm. Aranı dağa, dağı arana çəkirəm. Binyaminlə Mədəd də zarafatlaşır. Binyamin arada mənə deyir, sən Allah bunu güldür. Mədəti. Uşaq vaxtı güləndə Mədətin göz yataqları qıyılıb yumulurdu. Sel kimi axan yaş gilələri yanağındakı batığa dolurdu. Binyaminlə mən də gülməkdən uğunub gedirdik. Necə də saf olmuşuq. Mənim dərdim başqadır. Axı ürəyimi deşən sözü onlara deməliyəm. Söz deyəndə söz də yox, əməl. Sözə qoşub yuxarı dartmalıyam. Çəkib çölə çıxartmalıyam. Söz də güllə kimidir. Ya boşuna gedər, ya dəlib keçər. Bircə dönüb özümə qayıtmasın. Uşaqlıq dostlarımdır. Atam bizi kənddən çıxarıb arana gətirənə qədər 3 il bir sinifdə oxumuşuq. Qonşu olmuşuq. Hər gün bir yerdə idik. Sözün düzünü desəm nə olacaq ki? Burada qorxulu nə var axı? Uşaq olmuşuq. Kimdə olmur? 45 ildir görüşmürdük. İndi yığışmışıq. WhatsAppda mütəmadi yazışırdıq. Axır bugün restoranıma gəldilər. Daha doğrusu yenə Binyamin zəng elədi ki, Belqrad az qala əldən ələ keçir. Deyir, Ukrayna dronlarının səsini eşidəndə elə bilirəm, Yevlaxda qaçqın düşərgəsində ağcaqanad vızıltısı eşidirəm. Yaxşıca güldük. Vətənə qayıtmışam, deyir. Ta bəsdir. Bu dəfə sapma-supma verməyəcəksiniz. Tez-tez görüşəcəyik. Mədəd dron vızıltısı sözünə necə güldüsə, gözləri yaşardı. Yenə yaş gilələri sel kimi axıb yanağındakı batığa doldu. Mədədin gözləri dolanda nənəsi ölən gün yadıma düşdü. Xırda nənə. Gözümüzün qabağında, evin böyründəki odunluqdan qamqalaq yığdığı yerdəcə yıxıldı. Həmişə ətrafında pişik balaları gəzirdi. İndi də elə oldu. Yıxılan kimi pişik balaları üstünə çıxıb oynaşmağa başladılar. Günəşli bir gün idi. Üçümüz də Mədədgilin həyətində məftil araba düzəldirdik. Əla çıxmışdı. Anteni, palçıq rezinləri, işıq faraları, bir sözlə arabanın üstünə hər cür yalançı aksesuar yerləşdirmişdik. Qəfil, demək olar üçümüz də eyni anda gördük ki, xırda nənə yıxıldı. Bərk qorxdum. Mədəd ağladı. Elə həmin gündə başıma o iş gəldi. Söz də ürəyimdə qaldı. Dədə Məzahiri sonuncu dəfə 1996-cı ildə Təzə bazarda kartof kisəsi daşıdığı yerdə gördüm. Nitqim tutuldu. Öz-özümə xeyli kəkələdim. Adətən özümlə danışanda kəkələmirəm. Dədə Məzahirin halına o qədər acıdım ki, bu dünyanı xeyli lənətlədim. Axı o həmin vaxt Milli Teatrın aktyoru idi. Mən də təzəcə Bakıda maşın salonu açmışdım. Əlim pulla oynayırdı. Yaxınlaşıb ona bir söz deməyə cəsarətim çatmadı. Yadımdadır. Mingəçevir teatrında Qətil günü tamaşasında Kirli-kiri oynayırdı. Əslində bu obraz Dədə Məzahirin boy-buxununa yaraşmırdı. Amma o elə həvəslə oynayırdı, elə bilirdin canında insan deyil, siçan gəzir. Sonra eşitdim ki, bu rola görə onu Milli Teatra dəvət eləyiblər. Dədə Məzahir əslən aranlı idi. Dədə ayamasını ona Mingəçevir teatrındakı aktyor yoldaşları vermişdi. Bunu uşaq vaxtı, qonaqlıqda,
atamın dostundan eşitdim. İş yoldaşları israr edirmişlər ki, sən Dədə Qorqudu oynamalısan. O isə özünü daha çox Babək obrazına layiq bilirmiş. O, adi həyatda da elə danışırdı, deyirdin Səməndər Rızayevdir. İlk dəfə məni görəndə üzünü turşutdu. 10 yaşım vardı. Mingəçevirə təzə köçmüşdük. Atam bir dostuna demişdi ki, uşaq o xaraba qalmış kənddə qayadan yıxılıb, kəkəliyir. Həkimlər çarə tapa bilmir. Buna bir əlac. O da şəhərin mərkəzində yaşayan bir rus logoped qadın tapmış, qadın da əlavə diksiya dərslərinə getmək üçün Dədə Məzahirin adını vermişdi. Sən demə, Dədə Məzahir dolanışıq üçün kirayə qaldığı evdə natiqlik dərsləri verirmiş. İlk dərslərdəcə ağzımı qoz fındıq doldurub müxtəlif məşqlər etdirirdi. Onunla bərabər at kimi kişniyir, it kimi hürürdüm. Dədə Məzahirin atamdan aldığı pula çox ehtiyacı vardı. Bunu hiss eləyən atam bir tamada dostu ilə danışıb onu yola gətirməyə çalışdı ki, gəl təşkil edək, sən də Mingəçevirdə toylara get. Bircəcə saat al qayıtdan şeir de, qazancın 1-ə 1000 artsın. Eləmədi. Nəinki eləmədi. Tamadalıq təklifinə görə atamın dostundan da, özündən də inciyib üz döndərdi. Mənə dərs deməkdən də imtina etdi. Sonuncu görüşümüzdən əvvəl məndən soruşmuşdu. Muğam oxuya bilirsən? Azca. Hə də, dağ adamı hara, muğam hara. Əruz vəznini də bilmirsən. Gözlərimi döyərək sual dolu baxışlarla ona baxdığımı görüb sözünə davam elədi. Ona görə də muğam oxuyanda saitləri yeyirsiniz. Əvvəlcə əruzu öyrən, sonra muğam oxu. Bəlkə düzələrsən. Beynində danış, ürəyə vurma. Barmaqlarının ucu ilə astaca gicgahımı döyəclədi. Nə varsa burada var. Son görüşümüzdə isə eynən belə dedi. Belini düz tut, saitləri yemə. O vaxtdan boyum çıxdıqca əyilən belimi düz tutmağa, saitləri yeməməyə başladım. Əruzu öyrəndim. Ona görə qəddim həmişə dikdi. Kəkələməyim də xeyli səngiyib. Həyəcanlanmasam kəkələmirəm. Muğam oxuyanda isə dil-dil ötürəm. Üzü arandan bu yana təp-təzə Range Roverimi at kimi çaparaq, Ömər aşırımını keçib kəndimizə gələ-gələ, indiyəcən yığıb topladığım muğam albomunu o ki var uca səslə təkrar-təkrar dinlədim. Təkcənə nəyi var muğamat oxudum. O vaxt atam öləndən sonra fermanı, Mingəçevirdəki evimizi satıb, anamı da götürüb Bakıya gəlmişdim. 1995-ci ildə. Əvvəlcə Azadlıq prospektinin baş tərəfində qəşəng bir maşın salonu, sonra isə Binəqədi yolunda restoran açdım. Eşitdim ki, Dədə Məzahir akademik teatrda işləyir. Tamaşalara gedirdim. Deyəsən ona rol vermirdilər. Səhnədə görə bilmirdim. Sonra öyrəndim ki, mən onu təzə bazarda görəndə ehtiyac ucbatından kartof kisəsi daşıyırmış. Mən də elə onun xətrinə ruhdan düşmədən teatrın repertuarını izləyir, hətta oradakı məşhur aktyorlarla, rejissorlarla dostlaşıb yaxşı qonaqlıqlar verirdim. Ciblərinə pul da qoyurdum. Reklamım gedirdi. Maşın salonum Bakıda məşhurlaşmışdı. Digər salona ancaq aktrisalar gəlirdi. Onları da güzəşt edir, arada utana-utana Dədə Məzahiri tanıdığımı deyirdim. Neçəsi ilə danışdım, adını çəkən kimi ya köks ötürür, ya da gözlərini süzüb susurdular. Az qala teatrın rəhbərliyinə çıxacaqdım. Bir də gördüm, hansısa naməlum nömrədən zəng gəlir. Əvvəlcə elə bildim, Səməndər Rızayev danışır. Həyatda kəkələyə bilərsən, ləyaqətdə kəkələmə, dedi və telefonu qapatdı. Dədə Məzahir idi. Ayağımın altından sürüşüb qaçan daş çaya düşəndə suyu köpükləndirir. Çayın o tayındakı arıçılar mənə tərəf boylanır. 45 il əvvəlkindən fərqli olaraq bu dəfə bərk qorxdular. Elə bildilər, minadır. Onları haraylamaq istədim. Amma 45 il keçib mən yenə indi də o arıçılardan gizlənirəm. Xaraba qalmış evimizin üstündəki qayalıqla yoluma davam edirəm. Sonuncu dəfə bu ölüm cığırı ilə irəliləyəndə
1978-ci ilin aprel ayı idi. Xırda nənənin qəfil keçilməsindən sonra ara necə qarışdısa, Mədədlə Binyaminlə birlikdə düzəldib növbə ilə sürməyə hazırlaşdığımız məftil araba ortada qaldı. Arabaya xeyli baxdım. Odunluqda oynayan alabula pişiklərə gözüm sataşdı. Dünya veclərinə deyildi. Onların bu hərəkətinə mən də fərəhləndim. İndi də bir yaxşı model maşın görəndə eləcə baxıram. Elə bilirəm gözümün qabağında alabula pişiklər oynaşır. Bəzən bir maşın məni elə valeh edə bilər ki, saatlarla onu sığallaya, ətrafında fırlana bilərəm. O vaxtda tamahımı saxlaya bilməyib, məftil arabanın rulundan yapışdım və evimizə tərəf sürməyə başladım. Sonra gördüm ki, məftil araba yoxuşu elə qəşəng dırmaşır. Anteni elə gözəl yanlara əyilir. Təkərləri saat kimi elə fırlanır. Sürdükcə sürmək istəyirsən. Bir də gördüm buraya, indi durduğum yerə. Evimizin üstündəki qayalığın başına gəlib çatmışam. Aşağıda da indiki kimi çay şırhaşır axır. Arı yeşiklərinin yanında da eynən bu yaşlaşmış kişilərin cavanlığı durub. Qaz 53 də təptəzə, süd rəngində, güzgüləri par-par parıldayır. O vaxt bu kişilər indikindən fərqli olaraq ayağımın altından çıxıb çaya diyirlənən daş parçasından qorxub ətrafa boylanmamışdılar. O vaxt minadan qorxacaq yerləri yox idi. Məftil arabanı qayanın sinəsindəki kiçik mağarada gizlətdim. Geri dönəndə qayanın üstündəki mamır ayağımın altından qaçdı. Sürüşdüm. İndiki kimi yadımdadır. Çığırmaq istəyəndə nitqim tutuldu. Hə, məhz o an mən ki çığırmaq istədim, dilim yoxa çıxdı. Qayanın üzü ilə fırlana-fırlana gəlib bir göyrüş ağacının budağından sallana qaldım. Atam dizinə döyə-döyə kəndimizi, qayaları söyürdü. Elə o vaxtdan da mənə görə sürüsünü götürüb arana köçdü. Məftil araba yerindədir, pas tutub. Hətta quşlar onu yuva edib, içini ot ələflə doldurublar. Uşaq kimi ağlamağa başladım. Elə ağladım ki, səsim qayalara dəyib əks-səda versin. Çaylağa dək enib arıçılara çatsın. Onlar da heç nə olmayıbmış kimi başlarını bulayıb işlərinə davam etsinlər və bilsinlər ki, partlayan mina deyil. Dəymə, qoy doyunca ağlasın. Qoca arıçı yanındakını dümsikləyib bal dolu sərnici qucağına aldı. Buraya gəlib çıxana qədər xaraba qalmış kəndlərdə kişilərin ağlaşmasını eşidirdim. Yəqin indidən ürəklərini boşaldırlar ki, qadınlar kəndə dönəndə onların qarşısında ağlamasınlar. Mən də doyunca ağladıqdan sonra məftil arabanın ətrafını sahibsiz qalmış qəbir kimi təmizləyib viranə kəndimizə baxdım. Xırda nənənin odunluğunda alabula pişik balaları oynaşır. Bu dəfə mamırlığı ehtiyatla, xətasız keçdim. O qayada nə işin vardı qaqa, deyə Mədəd maraqla soruşur və bərkdən gülür. Məftil arabamızı axtarırdım, deyirəm. Hamı bir-birinə baxır. Bayaqdan gözləyirdilər ki, kəndə getməyimi danışandan sonra sağlıq deyəcəm. Binyamin qaldırdığı qədəhi yerə qoyur. Mədəd də vurun, öldürün, deyirəm.